Salam dəyərli əziz izləyicilər. Bugün DİM-in 4-cü qruplar üçün olan sınaq imtahanı nömrə 3 izahını sizinlə paylaşacağam. Keçən suallarımızın izahına. Suallarımızdan birinci suala baxaq. Məhlulda gedən hansı reaksiyanın molekulyar tənliyi ilə qısa iyon tənliyi eynidir? Molekulyar tənlik, yəni reaksiyanın ümumi yazılması idi. Qısa iyon tənliyi biz ya çöküntüyə görə, ya suya görə, ya da alınan qaza görə yazırdıq qısa iyon tənliyi. Əgər deyirsə molekulyar tənlik ilə qısa iyon tənliyi eynidir, deməli 2 dənə maddə alınmalıdır. Yəni ikisi də ya çöküntü olmalıdır, ya su da ola bilər, çöküntü də ola bilər, ya da qaz da ola bilər. Su da ola bilər, çöküntü də olar, fərqi yoxdur. İndi baxaq birinci reaksiya. Birinci reaksiyadan barium xlor əmələ gələcək və sink hidroksid əmələ gəlir. Burada molekulyar tənlik ilə qısa iyon tənliyi eyni olmur. Burada sadəcə sink hidroksidə görə biz qısa iyon tənliyini götürə bilərik. Onun üçün ona görə də deməli biz bunu götürməyəcəyik. Yəni A variantı gedir. B variantında barium xlorun gümüş nitratla təsirindən barium nitrat əmələ gələcək. Barium nitrat əmələ gəlir. Və buradan gümüş xlor əmələ gəlir. Barium nitrat biz demişdik, nitratların bütün duzları üstə həll olurdu. Amma gümüş xlor buradan çöküntüdür. Deməli, yenə də burada molekulyar tənliyi ilə qısa iyon tənliyi eyni olmur. Bunu da götürmürük. C variantında kalsiumun CO3 ilə, yəni karbonat iyonu ilə reaksiyasından kalsium karbonat əmələ gələcək. Natrium xlor da suda həll olduğundan bu da qısa iyon tənliyi ilə molekulyar tənliyi eyni olmur. Amma B variantına baxırıq. B variantında barium hidroksidin amonium sulfat reaksiyasından biz barium sulfat NH4OH alırıq. Buradan NH4OH da, yəni NH3 və yəni davamsız olduğundan NH3 və suya qədər parçalanır və burada həm çöküntü, həm qaz alınır, həm də nə alınır? Su alınır. Deməli, bizim molekulyar tənliyimizlə qısa iyon tənliyimiz bu reaksiyada eyni olacaq. Cavabımız da elədir, D-bəndir. Keçirik növbəti sualımızın izahına. Bizə molyar qatlığı verib, yəni CM verib bizə. Kütlə payını, yəni omeqanı da verib bizə, MR-i də verib. Bizim belə bir düsturumuz vardı, buradan sıxlığımızı istəyir. Düsturumuz belə idi. CM bərabərdir 10 omega rho bölünsün M-ə. İndi bizə burada CM verib, yəni qatlığı verib, kütləni verib, faizi verib. Bizə sıxlığı istəyir. Sıxlığı tapmaq üçün rho bərabərdir. CM-i biz M-ə vurarıq, bölərik 10 omegaya. Buradan da bu reaksiyanı yazıram. Bizim qatılığımız 6-dır. Kütləmiz 40-dır. 10 vurulsun, faizimiz də 20-dir. Buradan belə olacaq ki, bu bir dəfə, bu 2 dəfə. Buradan da 1 tam 10-da 2 eləyir. Cavabımız da eləyəcək Y-bəndir. Keçək növbəti suala. Qısa iyon tənliyi. Deməli, 3-cü sualda qısa iyon tənliyi. 3-cü sualda bizə deyir ki, qısa iyon tənliyi belə olan reaksiyaları müəyyən edin bizə. Yəni, X iyonu ilə karbonat iyonu çöküntü əmələ gətirsin. Barium, xlor, kalium karbonat reaksiyasından barium karbonat əmələ gələcək. Bu çöküntüdür, biz bunu götürə bilərik. Sink xlor 2-nin karbon qazı və su ilə reaksiyasından sink hidrokarbonat əmələ gələcək. Burada hidrokarbonat əmələ gəlir, bunu götürə bilməyəcək. Həm də hidrokarbonat da yaxşı həll olur. Sink karbonatın H-xlor reaksiyasından sink xlor, su və karbon qazı əmələ gələcək. Burada da görürük ki, duzumuz, yəni sink XCO3 kimi deyil, bunu da götürə bilməyəcək. 2 ilə 3-ü çıxırıq. Cavabımız elə 1 ilə 4 qalacaq. Sink nitratla natrium karbonatla reaksiyasından sink karbonat əmələ gələcək. O da çöküntü olduğundan cavabımız da 1-4 eləyəcək. Y-bəndi. Keçirik növbəti sualımıza, 4-cü suala. Burada bizə natrium hidroortofosfat duzu verir və hidrolizinin mərhələlərini sayı və dissosiasiya mərhələlərinin sayını istəyir bizə. Dissosiasiya mərhələlərinin sayı hidrogen iyonu, metal. Məsələn, burada metalın sayının, yəni burada heç bir əhəmiyyəti yoxdur. Bir dənə metal götürürük. Metal, hidrogen və nə olur burada? Ortofosfat iyonu var. Bir dənə. Deməli, 3 dənə burada nə var? İyon var. 3 dənə iyon olduğundan, yəni mərhələlərin sayı belə olacaq. Məsələn, natrium 2 HPO4 deyil. Bunu birinci nə olacaq? Birinci natrium çıxacaq dissosiasiya edəndə. Birinci natrium çıxır. Alınır buradan nə? HPO4 alınır. Bu birinci mərhələdə. HPO4 də ikinci mərhələdə artıq nəyə çevrilir? H-a və PO4 nəyə? 3 mənfiyə.
Deməli, bu iki mərhələdə dissosiasiya elədi. 2 ötürəcək. Y-imiz 2-dir. A bəndi gedəcək, B bəndi gedəcək və Y bəndi gedəcək. Baxıram indi bu hidrolizlə. Hidrolizimizi tapayım indi necə olacaq? Hidrolizimizdə də belə bir şey yazacağıq. Deməli, bu 2 idi. Hidrolizimizdə natrium 2 HPO4 deyil. Hidroliz eləyəndə üzərinə nə gəlirik biz? Su gəlirik. HPO4. Bunun üzərinə mənə su gəlsin. Buradan alınacaq nə? Su gəldikdə bunlar bir-birinə girəcək. Alınacaq natrium OH. Natrium OH alınacaq. Buradan bir dənə natrium çıxır. Qalır nə burada? Natrium H2PO4 əməli gəldi. Deməli, əsasi mühit olacaq və əsas olur buradan. Bir dənə olur. Turşduz əmələ gəldi. Keçirəm indi ikinci hissəsini yazıram. Bu aldığımız natrium H2PO4-ün üzərinə yenə təzədən hidroliz edirəm. Bu birinci hidroliz mərhələsidir. İkincisində üzərinə yenə su gəlirəm. Alınır natrium. Bir dənə natriumumuz vardı. OH əvəz edilir, yəni birləşir. Buradan da H birləşir. H2PO4-də H3PO4 əmələ gəldi. Və bizim hidrolizimiz bitdi. Deməli, bu da 2 mərhələdə hidrolizləri cavabımız deyilir. Cəbəndi. Keçirik növbəti suala. 5-ci sualda deyir, hansı ifadələr doğrudur? Sink lövhənin üzərinə mis sulfat gəliblər. Reaksiyanı yazaq. Sinkin üzərinə mis sulfat gəlmiş. Biz demişik ki, maqneziumdan başlayaraq hər bir metal özündən sonra gələn metalı duzundan sıxışdırıb çıxara bilirdi. Sink də misdən solda yerləşdiyinə görə onun duzundan sıxışdırıb çıxaracaq. Sink sulfat əmələ gələcək. Bir dənə əmələ gələcək. Mis əmələ gələcək. Və sinkin kütləsi 65-dir. Misin kütləsi də 64 olduğundan sink lövhə bu zaman lövhənin kütləsi bəli azalacaq. Çünki lövhənin kütləsi 65-dir. Ondan bir hissə qopur, orada mis sulfat da eləyir. Deməli, lövhənin kütləsi azalır, bu düzdür. Əvəz etmə reaksiyasıdır, bəli. Əgər bir dənə bəsit, bir dənə mürəkkəb maddə reaksiyaya girirsə və yeni bir bəsit dənə mürəkkəb maddə alınırsa, bu nə sayılır? Əvəz etmə reaksiyası sayılacaq. Məhlulun kütləsi azalır. Xeyr, məhlulun kütləsi azalmır. Əksinə, məhlulun kütləsi artır. Çünki sinkin kütləsi 65-dir. Misin kütləsi 64 olduğundan, yəni 1 qram arta bilir onun kütləsi. 4-də deyir, sink iyonlarının sayı azalır. Sink iyonlarının sayı azalmır, əksinə artacaqdır. Çünki sink burada bəsit maddə şəklində, yəni sink lövhədə bu maddənin tərkibinə girir və onun iyonlarının sayı artacaq. Bu səhvdir, cavab da 1-2 eləyəcək. B-bəndi. Keçirik növbəti suala. Bizə dəmir sulfatın 2 molunun dissosiasiyasına neçə mol anion deyir? Reaksiyanı yazaydı da, yəni bu dissosiasiya reaksiyasını yazsaydı, dəmir 2SO4. Reaksiyanı yazarıq. 2 dənə dəmir iyonu əmələ gələcək. 3 dənə də SO4 iyonu əmələ gəlir. Bizdən aniondur. Bizim anionumuz mənfi yüklü iyona biz anion deyirdik. Və görürəm ki, buradan 1 mol sulfat turşusu reaksiyaya girən, dəmir sulfat reaksiyaya girən, 3 sulfat reaksiyaya girəndə 3 dənə sulfat iyonu əmələ gələcək. 2 dənə reaksiyaya girirsə, deməli 6 dənə sulfat iyonu əmələ gələcəkdir. Və bizə burada deyir ki, bizim dissosiasiya dərəcəmiz 90%-dir. 2 moldan 6 dənə anion əmələ gəlməli idi. Amma 90% ilə, yəni 6-nın 90%-ni tapırıq. Bu da neçə eləyir? 5,4 eləyir. Cavabımız deyiləcək Y bəndi. Keçək növbəti suala. Deməli, natrium ortofosfat necə yazılacaq? Natrium 3PO4. Natrium 3PO4. Natrium dihidrol ortofosfatımız da natrium H2PO4 yazılacaq. Deyir ki, burada natrium OH ilə reaksiyaya daxil olur. Natrium OH ilə normal duzumuz natrium OH ilə reaksiyaya daxil olmayacaq. Amma hidroduz natrium OH ilə reaksiyaya daxil olacaq ki, yavaş-yavaş normal turş duzumuz natrium OH ilə reaksiyaya daxil olacaq ki, yavaş-yavaş normal duz əmələ gəlsin. Deməli, 2-yə 1 gedəcək. 3 mərhələdə hidroliz eləyəcək. İndi baxayıq, bunu yazmaq lazımdır. 3 mərhələdə hidroliz etmədiyini. Bayaq biz natrium H2PO4 bir mərhələdə hidroliz eləyəcək. Deməli, buna aid deyil. Amma natrium 3PO4-ümüzü 3 dənə mərhələdə hidroliz edə bilər. Deməli, onu yaza bilərik. Natrium 3PO4-ün üzərinə mən su gələcəm, hidroliz eləyəcəm bunu. Buradan alınacaq natrium OH. Bir dənə natrium OH alınır. Buradan da qalıb nə? Natrium 2. Buradan OH getdi, HPO4 əmələ gəldi. Sonra bu aldığımız natrium 2 HPO4-ümüz də nə eləyəcək? Yenə təzədən ikinci mərhələdə hidroliz edir. Natrium 2 HPO4-ümüzü yazıram. Üzərinə təzədən su gəlirəm. Buradan alınacaq natrium yenə OH. Alınacaq natrium
H2PO4. Yenə bu 3-cü mərhələdə hidroz edir. Natrium H2PO4-ün üzərinə yenə bir su gələndə artıq buradan natrium OH aldıq və ortofosfat turşusunu aldıq. Deməli bu 3 dənə mərhələdə nə elədi? Hidroliz elədi. Deməli 2-yə gedəcək birincisinə. Molekulunda 8 dənə atom var. Burada da 8 dənə var, burada 8 dənə var. İkisinə də aiddir. 3 mərhələdə dissosyasiya edəcək. Natrium dihidroortofosfatımız deməli 3 mərhələdə hidroliz edir. 4 bura gedəcək. İndi baxaq cavabımız hansıdır bizim? Deməli 1-ə 2 edəcək. A bəndi getdi. 3-ə 3 gedir. 1-ə 2 edir. Deməli 1, 4 cavabımız da eləyir B bəndi. Keçirəm 8-ci sualımıza. 400 qram 20% məhlul almaq üçün neçə qram 30% və 50% məhlullar lazımdır bizə? Bizim düsturumuz var ki, omega 1 M1 üzərinə gəlsin omega 2 M2 bərabərdir omega 3 M1 ilə M2-nin cəminə. Buradan da biz yazmalıyıq ki, düsturumuzu yazıram bura omega 1 M1 üzərinə omega 2 M2 bərabərdir omega 3 M1 ilə M2-nin cəmi. Buradan gördük. İndi düstura uyğun yazmaq lazımdır. 30% deyir bizə. Yazıram 30 vurulsun M1. Yəni bu M1 ilə M2-nin cəmi bizə nəyə verib? 400 qramdır, elə deyil. Buradan bunu əvəz eləyə bilərəm. Yəni M1 ilə M2-nin cəmi 400-dürsə, deməli buradan əvəz eləyirəm. M1-in yerinə yaza bilərəm ki, 400 çıxılsın M2. Elə deyil, yazıram buradan. 30 vurulsun 400 çıxılsın M2. Deməli 30 vurulsun 400 çıxılsın M2. Üzərinə gəlinsin 5 vurulsun M2 bərabərdir neçəyə? 400-də vururam 20-yə, eləyir 8000. Deməli bunların cəmi nəyə bərabərdir? 8000-ə bərabərdir. 30-u vursam 400-də eləyəcək 12000. 12000 çıxılsın 30 M2. 30 M2. Üzərinə gəlirəm 5 M2. Nəyə bərabərləşdirirəm? 8000-ə bərabərləşdirirəm. Buradan da tapıram ki, mənfi 25 M2 bərabərdir. Belə eləyək də, M-ləri fırladaq 8 sağ tərəfə. Sağ tərəfə fırladanda, yəni çevirəndə eləyir 25 22. 8000-i də verirəm sol tərəfə. Eləyəcək nə qədər buradan? 12000-dən mən 8000-i çıxanda nə qədər qalacaq? 4000 qalır. Buradan da M2-ni tapıram, nə qədər eləyir? 160. Deməli, bizim M2-miz, yəni 5%li məhlulumuz nə qədər olmalıdır? 160 olmalıdır. Əgər M2-miz 160-sa, avtomatik bilə bilərik ki, M1-imiz nə qədər eləyir? 240 eləyəcək. Cavabımız da eləyəcək B bəndi. 9-cu sualdır. Burada bizə bir normal duz verib. Normal duzun hidrolizini X götürüb, dissosyasiyasını götürüb Y. Normal duzdursa, bunlar dissosyasiyada bir mərhələdə dissosyasiya edirlər. Deməli, bizim Y-imiz neçədir? 1-dir. Y-imiz 1-dirsə, avtomatik bilə bilirik ki, onun hidrolizi nə qədər olacaq? 3 olacaq. 3 tapandan sonra belə bir sualı da yadda saxlaya bilərsiniz. Əgər hidroliz mərhələsinin sayı 3-dürsə, deməli, məsələn, burada metal NO3-dür. Bu cavabımız N3 olmalıdır. Məsələn, yerinə qoyub yazaq. Metal NO3 3 olsa, bu hidroliz eləsə, belə olacaq. Reaksiyanı yazıram buradan. Metal OH NO3-ün sayı bir dənə azalır, olur NO3 2 plus nitrat turşusu əmələ gələcək HNO3. Bu aldığımız metal OH NO3 2 də yenə su ilə reaksiyaya girəcək. Metal OH2 NO2 verəcək, yenə nitrat turşusu verəcək. Aldığımız metal OH2 NO3 təzədən su ilə reaksiyaya girəcək. Metal 3 hidroksid əmələ gətirəcək, bir də nitrat turşusunu verəcək. Görürük ki, 3 dənə mərhələdə hidroliz edir. Cavabımız da bəndə elədi. Keçirəm növbəti suala. Sual verib bizə. Burada kalsium xloridin kalium ortofosfatla reaksiyasından buradan alınacaq reaksiyamızı yazaq. Reaksiya o zaman gedir ki, çöküntü alınsın, ya su alınsın, ya da ki qaz alınsın. İndi baxıram buradan. Kalsium 3PO4 2 əmələ gəlir. Kalsium 3PO4 üstə həll olunur. Kalium xlor əmələ gələcək. İndi burada hansı ifadə doğrudur? Kalsium iyonlarının sayı azalır. Baxaya görə kalsium iyonlarının sayı azalır. Bəli, kalsium iyonlarının sayı azalır və çöküntünün tərkibinə daxil olur.
PO4 iyonlarının sayı dəyişmir. Səhvdir, PO4 iyonlarının sayı azalır. Xlor iyonlarının sayı dəyişmir. Bəli, xlor iyonun sayı dəyişməyəcək. Kalium iyonlarının sayı azalır. Səhvdir, kalium iyonlarının sayı dəyişməyəcək. Burada cavab da 1-3 eləyəcək. C bəndi. Keçək növbəti suala. Hansı iyonlar mis ilə çöküntü əmələ gətirir? Deməli, xlor əmələ gətirmir, sulfat da əmələ gətirmir. Deməli, mis kükürdü və OH iyonları mis ilə nə əmələ gətirir? Çöküntü əmələ gətirir. 1-4 cavabımız da eləyəcək Y bəndi. Hansı reaksiyadan qaz və çöküntü alınacaqdır? Birinci reaksiyamızda çöküntü alınmır, amma qaz alınır. Bu getdi. İkinci reaksiyamızda çöküntü alınır, amma qaz alınmır. Amma C variantında isə bu mis-sulfat məhlul olduğundan burada su var. Su natrium OH, yəni natrium aktiv metal olduğundan birinci su ilə reaksiyaya girəcək. Natrium OH və hidrogen verəcək. Buradan qaz alındı. Natrium hidroksidimiz də mis-sulfat reaksiyasından deməli mis hidroksid əmələ gətirəcək, yəni çöküntü əmələ gətirəcək və natrium sulfat əmələ gələcək. Deməli burada həm qaz alınır, həm də çöküntü alınır. Cavabımız da C bəndi eləyəcək. Keçirəm növbəti suala. Bizə buradan bu maddələri verib, yəni buradan X-i hesablamamızı istəyir bizdən. Bizim düsturumuz var. S1, deməli, S1V1 plus S2V2 bərabərdir nəyə? S3 V1 plus V2-nin cəminə. Bu düsturdan istifadə edib tapırıq. 200 vururam 3-ə eləyir 600. 600-ün üzərinə gəlirəm mən 300x. Bərabərdir neçəyə? 50-ni də vururam 3,6-ya. Həm də buradan baxıram ki, bu 500, 200 ilə 300-ün cəmidir. 3,6-dır. Buradan da yazıram ki, 500-ü vururam 3,6-ya. Deməli, 1800 eləyəcək. 1800 eləyir. Buradan da 1800-dən mən 600 çıxanda qalır buradan 3x bərabərdir. 300x bərabərdir. 1800-dən 600, 1200 qalacaq. 1200 qalandan sonra bu sıfırlar gedəcək. X-imiz də eləyəcək necə? 4. Deməli, bizim x-imiz neçəyimiz? 4-ümüz cavabımız da eləyir. Y bəndi. Keçək növbəti suala. Məhlulda edən hansı reaksiyaların qısa iyon tənliyində əmsalların cəmi 3-dür? Deməli, buradan baxaq. Birinci reaksiyada gümüş xlor əmələ gələcək. Gümüş xlorumuz necə yazılır bizim? Gümüş xlor yazılır. Buradan gümüş və xlor iyonlarından əmələ gəlir. Belə deyil. Gümüş xlor, deməli, gümüş yazıram burada. Gümüş, xlor və gümüş xlor. Görürəm əmsalların cəmi 3-dür. Yəni, burada atomların sayının üzərinə bir dənə də 1 gəlirik və buradan əmsalların cəmini tapa bilirik. Gümüş xlorda 2 dənə atom var, üzərinə 1 gəldi, tapdı ki, nə qədərdir buradan? 3 dənə, əmsalların cəmi 3-dür. Deməli, 1-i götürə bilərik. A getdi, D getdi, ya B-dir, ya C-dir, ya da Y-dir. İkincisinə baxıram. Buradan alınacaq kalsium, xlor 2, bir də su alınacaq. Su da necə yazılır bizdə? H-lı OH-ın, yəni H2O deyil, H-lı OH-dan əmələ gəlmişdir. Burada da 2 dənə iyon var, üzərinə 1 gəlirəm. Nə alıram mən? 3, əmsalların cəmi 3 eləyir, deməli 2-ni də götürə bilərəm. Üçüncüsündə mis 2 hidroksid əmələ gələcək. Burada deməli 3 dənə iyon var, üzərinə 1 gələn 4 dənə əmələ gələcək. Onun üçün bunu götürmür və cavabımız eləyir B bəndi. Keçirik növbəti sualımıza. Bizə dəmir sulfat verib. Maddənin mol miqdarını da verib. Məhlulda olan iyonların mol miqdarı. Görürəm ki, burada 2 dənə iyon var. Elə deyil, burada B2-dir. B2 isə avtomatik bu nə olur? 3 olacaq. Bu da neçə eləyəcək? 4 eləyəcək. İndi baxaq ki, bunlardan deməli X-in tərkibində iyonların miqdarı 3-dən olmalıdır. Baxaq görək hansındadır. A variantı ola bilər. Dəmir nitrat, dəmir NO3-2, burada da 3 dənədir, bunu da götürə bilərik. Amma natrium xlorda 2 dənə götürə bilmərəm, kalium xloriddə də 2 dənə də götürə bilmərəm. Deməli, ya B-dir, ya adı, ya da C-dir. Baxıram, Y maddəsində 4 dənə iyon olmalıdır. 4 dənə iyon olmalıdırsa, kalsium xloriddə, kalsium xlor 2-də 3 dənə var. Deməli, mən A variantını götürə bilmərəm. B variantında maqnezium xlor 2-dir. Burada da 3 dənə var. Bunu götürə bilmərəm. Cavab 4 olsun. Cavabımız elə C bənd edilir. Dəmir 3 nitratda 4 dənə iyon var. Cavab da elə C bənd. Keçək növbəti suala. Hansı maddələrin suda məhlul qüvvətli elektrolitdir? Turşulardır, suda həll olan duzlarındır, əsaslar, yəni suda həll olan əsasların suda məhlul qüvvətli elektrolitidir. Barium sulfat çöküntüdür. Əgər çöküntüdürsə, bunun suda məhlul qüvvətli sayıla bilməz. Bu suda həll olmur. 4 getdi. Kalsium xlorid suda həll olduğundan bunu götürə bilərik. Cavabımız 2-3 eləyəcək. Sink karbonat da çöküntü olduğundan bunun suda məhlul qüvvətli elektrolitdir. Suda həll olmur. Cavabımız 1-3 eləyəcək. Cəbəndir. İndi 17-ci suala baxır. 17-ci sualda 400 qram 25%-li də. Baxıram, buradan görürəm ki, 100 qram nə var? Burada X maddəsi var. 100 qram X isə 300 qram nədir? Sudur.
İkincisinə baxıram. 200 qram 20%. 200 qram 20%, 40 qram X-dir. 160 qram da nədir? Sudur. Və üzərləri 90 qram da su əlavə ediblər. Deməli 90 qram da su əlavə ediblər. 100 qram, 40 qram elədir 140 qram. 140 qramın üzərinə də 90 qram su əlavə eləyəndə eləyir 230 qram. 230 qram duz. 230 qram duz varsa, suların cəmi nə qədər eləyir? 460 eləyir. Bizdən buradan KH istəyir. KH-ımız necə tapılırdı? Duzun kütləsinin suyun kütləsinə olan nisbətini vururdu 1000-ə. 230-un 460-a olan nisbətini vururam 1000-ə. Eləyəcək necə? 500. Cavabımız da eləyəcək cəbəndir. Keçək növbəti suala. Kalium karbonatla mis sulfat üçün eyni olanları bizdən istəyir. Suda məhlulunun qüvvətli elektrot olması. Bəli, ikisi də suda həll olur. Amma bizdən fərqli olanı istədiyinə görə bu ümumidir, biri götürə bilməyəcəyik. Natrium OH məhlula çöküntü əmələ gətirməsi. Mis sulfat natrium OH məhlula çöküntü əmələ gətirəcək, amma kalium karbonat natrium OH məhlula çöküntü əmələ gətirmir. Deməli, bu fərqlidir. Biz ikini götürə bilərik. 1 molunda iyonların sayı. Kalium karbonatın 1 molunda 3 dənə iyon var. Mis sulfatın isə 1 molunda 2 dənə iyon var. Deməli, bunu götürə bilmərik. Yəni, götürə bilərik. Fərqli istəyir bizdən. 3-ü götürürük. 2-ni də götürürük, 3-ü də ötürürük. Hələ cavabımız D-bəndə eləyəcək. Barium nitrat məhlula çöküntü əmələ gətirməsi, ikisi də barium nitrat məhlulu ilə çöküntü əmələ gətirir. Onun üçün biz bunu fərqli kimi götürə bilməyəcəyik. Cavabımız D-bəndə elədi. 19-cu suala baxın. Tərkibində 1 mol natrium sulfit və 1 mol mis xlor-2 olan duzların məhlullarını qarışdırdıqda reaksiyada olan iyonlarının sayı dəyişməsini bizdən müəyyən edindir. İndi biz reaksiyanı yazaya görə. Natrium 2S-in üzərinə mən mis xlor 2 gəlirəm. Mis xlor 2 gələndə alınacaq mis S çöküntüdür və natrium xlor əmələ gəlir. Reaksiyanı əmsallaşdıraq. Buraya 2 yazıram və bitdi. İyonlarımız nə qədər reaksiya? Baxıram, buradan 2 dənə natrium iyonu girib. Bir dənə S girib, 3 dənə. Buradan da 3 dənə reaksiyaya girib. Elə də 6 dənə. 6 dənəsindən neçəsi çöküntü əmələ gətirib? Mislə S iyonu, yəni 2 dənəsi əmələ gətirib. Deməli, 3-də 2-si buradan nə olub? Çöküntü əmələ gətirmişdir və 1,5 dəfə də bu azalır. 1,2 qram verib. 31,2 qram deməli 0,4 moldur. 0,4 mol yazayım buradan. 0,4 moldur. Sulfat turşusunun 39,2-si, yəni o da 0,4 moldur. Yəni bir-bir nisbətli reaksiyaya giribsə, sulfat turşusunda 2 dənə hidrogen var. Alüminium hidroksi 3 dənə OH var. 3 dənə OH-dan ikisini hidrogenlə birləşir 2 mol su əmələ gətirəcək. Bir dənəsi qalacaqdır. Onun üçün alüminium hidrokso sulfat əmələ gələcək. Cavabımız cəbəndə eləyir. 21-ci suala baxırıq. 21-ci suala baxırıq. Hansı maddələr suda yaxşı həll olur? Barium sulfat suda yaxşı həll olmur. X-i götürə bilməyəcəyik. Barium hidroksi suda yaxşı həll olacaq. Mis sulfat da suda yaxşı həll olur, amma T suda yaxşı həll olur. Yəni mis hidroksi suda yaxşı həll olur. Y-si cavabımız cəbəndə eləyir. Keçirəm bura. Sınaq şüşələrinə əlavə edilən lakmus kağızlarının rəngini müəyyən edir. Baxaq görək. Mis oksidin su ilə reaksiyası. İndi ikinciyə baxaq birinci. SO3-ün su ilə reaksiyasından sulfat turşusu əmələ gəlir. Deməli, turşular lakmusun rəngini nə edirlər? Qızardırdılar. Deməli, A getdi, C getdi və Y getdi. Kalium 2O əsasi oksiddir. Əsasi oksid su ilə reaksiyasına nə əmələ gətirirdi? Nə əmələ gətirəcək? Əsas əmələ gətirəcək. Yəni, qələvilər lakmusun rəngini nə edirdilər? Göyərdirdilər. Göyərtdiklərinə görə də cavab ya B-dir, ya da D-dir. Birincisinə baxaq. Birincisinə mis 2 oksid əsasi oksid olmasına baxmayaraq su ilə reaksiyaya girmir. Yəni, biz suda həll olmayan əsasları bu üsulla almırıq. Suda həll olmayan əsasları biz onların suda həll olan duzlarına qələvələrə təsir etməklə ala bilirik. Yəni, mis 2 oksid burada su ilə reaksiyaya girmədiyindən lakmusun rəngi də dəyişməyəcək. Cavabımız da eləyəcək D-bəndir. 39,2 qram ortofosfat turşusu verib bizə. 39,2 qram ortofosfat turşusu 0,4 moldur. 0,6 mol əsasla reaksiyasından görürəm ki, buradan hər tərəfi, yəni 0,2-yə bölsəm, 2 dənə ortofosfatla 3 dənə nə reaksiyaya girir? Əsas reaksiyaya girir. Mən görürəm ki, ortofosfat turşusu H3PO4-dür. Deməli, burada 2 mol H3PO4-də 6 dənə burada hidrogen var.
Əsasın tərkibində 3 moldur. Yəni buradan bilmirəm hansı əsasdır. Metal OH yazıram, N yazıram. Gərək 3-ü də mən N-ə vursam 6 eləməlidir ki, bir-birinə nə olsunlar, neytrallaşdırsınlar. N-imiz də eləyəcək burada 2 eləyəcək ki, yəni 2 əsaslıdır ki, 3 mol götürmüşük ki, 2 mol ortofosfatla yəni normal düz əmələ gətirmişdir. Cavabımız 2 eləyir burada. Əsasın turşuluğu 2 turşuludur. Keçirəm 24-cü sualımıza. 24-cü sualda bizə XO ilə XSO4-ün kütlələrini verib də alınan suyun kütləsini 3,6 deyib. Deməli, burada 1 mol su əmələ gələcək. 1 mol su əmələ gəlibsə, 3,6 deməli, bunlar nə qədərdir? Yəni, bunların molları 0,5-dir. Yəni, 1 mol XO ilə 18 qram əmələ gəlirsə, bu 3,6-dırsa, neynirəm bunu? 5 dəfə azaldıram. 5 dəfə azalsam, bu 0,2 eləyəcək. 5 dəfə azalanda bu 0,2 eləyir. Yəni, hər tərəfi biz burada 5-ə bölməliyik. Buradan da əvəz eləyə bilərik. Məsələn, M1-imiz nəyə bərabərdir? M1 bərabərdir x plus 16 bölünsün 5-ə. Çünki 5 dəfə azaltmışıq. M2-miz də nəyə bərabərdir? X plus 96 bölünsün 5-ə. Bunların cəmi də nəyə verəcək bizə? 48-i verir. İndi bunu yazıram bu hissədə. Hər tərəfi 5-ə vursaq, eləyəcək x plus 16 plus x plus 96 bərabərdir. 5 dəfə 48 eləyir 240. Buradan da 2x plus 112 bərabərdir 240-a. Buradan tapıram ki 2x-imiz neçəyə bərabər olacaq? 128-ə. X-də tapıram buradan 64 eləyir və bizdən burada x istədiyinə görə cavabımız da 64 eləyəcək. Növbəti suala baxaq. Bizə 200 ml-lik x mol bölünsün litr mis 2 sulfat verib. Yəni mis SO4. Mis SO4-ün elektrolizini yazıram. Mis SO4 üstə məhlulun elektrolizindən. Deməli, mis katodda, anodda oksigen, məhlulda da nə olacaq? H2SO4. SO4. İndi bunları əmsallaşdıraq. Və reaksiya əmsallaşdıranda belə olacaq. Buradan tam elektrolizindən katodda 66,4 qram maddə alınıbsa. Katodumuz hansıdır bizim? Misin ayrıldığı hissədir. Anodumuzda oksigen ayrıldığı hissə olacaq. İndi buradan bizə x istəyir. Görürəm ki, buradan 2 vur 160 qram mis sulfat reaksiyaya girəndə 2 vur 64 qramda nə əmələ gələcək? Mis əmələ gələcək. Buradan 66,4 əmələ gəlibsə, nə indirəm? Buradan tapa bilərəm nə qədər mis sulfat reaksiyaya girib. Tapıram bunu. 2 vurulsun 160. Vurulsun 6,4 bölünsün 2 vurulsun necəyə? 64-də. Bu bir dəfə, bunlar gedəcək. Bu bir dəfə, bu 10 dəfə. Deməli, 16 qram nə reaksiyaya girib? Mis sulfat reaksiyaya girib. 200 ml-lik x mol. Yəni, buradan bizim V-imizi verib. Verib bizdən qatılığı istəyir. Biz tapdıq ki 16 qram mis sulfat reaksiyaya girib və 16 qram mis sulfat neçə moldur? 0,1 moldur. Elə deyil, 0,1 moldur. İndi düsturumuz var bizim. Sm bərabərdir. Nü bölünsün və elədir. Buradan Sm-i tapmağımızı istəyir bizdən. Sm-i tapmaq üçün də biz nə edirik? Bu düsturdan istifadə edirik. 0,1-i mola çevirmək lazımdır. Litrə çevirmək lazımdır. Mililitri 0,2-yə bölürəm. Bu da edir nə qədər? 0,5. Cavabımız da eləyəcək 0,5. Keçək növbəti suala. Hansı duzların üstə məhlulların elektrolizindən duzun kütlə payı artır? Əgər duzun kütlə payı artırsa, deməli bunu əmələ gətirən iyonlar katodda və anodda çıxmamalıdır. Deməli birincisində natrium katodda çıxmır, amma sulfit, yəni S çıxdığından bunun kütlə payı artmır. Yəni, su elektroliz eləməlidir, duz yox. Natrium nitratda kütlə payı artacaq. İkisi də katodda və anodda çıxmırlar. Kalium sulfat da bunun kütlə payı da artacaq. Kalium ortofosfatın da kütlə payı artacaq, amma mis sulfatın kütlə payı artmayacaq, çünki mis katodda çıxacaqdır. Cavabımız da eləyəcək 2, 3, 4. Keçirəm 27-ci sualı uyğunluq bizdən istəyir. Əgər duz katyona görə hidroliz edilirsə, deməli bunun katyonu zəifdir. Aniona görə hidroliz edilirsə, anionu zəifdir. Həm katyonu, həm də aniona görə hidroliz edilirsə, deməli bunun həm anionu, həm də katyonu zəifdir. Yazıram 1, 2, 3. Baxıram.
Katyona görə hidroz edilirsə, deməli katyonu zəif olmalıdır. Baxaq görək. B variantında katyon zəifdir, anionu güclüdür. A variantına baxıram. Deməli katyonu güclüdür, anionu zəifdir. Deməli 2-yə gedəcək bu. C variantına baxıram. Katyonu zəifdir. Deməli bu katyona görə hidrolizə edəcək, anionu qüvvətlidir. D variantında həm katyonu, həm aniona görə hidrolizə edəcək, çünki ikisi də zəifdir. Y variantında isə bunun anionu zəif olduğundan ikincisini edəcək. 1BC2AE 3D. Keçirəm situasiya tipli suallara. Kalium xlor N duzunun, kalium deyirəm, X xlor N duzunun üstə məhlulunun natrium OH ilə reaksiyasından ağ həlməşiyə bənzər çöküntü əmələ gəlib. Ağ həlməşiyə bənzər çöküntü mən bilirəm ki, alüminium OH3-dür. Alüminium OH3 olduğundan çöküntünün qızdırılmasından oksid və su alınır. X də korundun tərkibində vardır. Yəni korundun tərkibində həmçində alüminium var. Y maddəmiz də kimyəvi formulunu istəyir bizdən. Y maddəsinin kimyəvi formulu yazmışam burada. Alüminium OH3-dür. Adı da alüminium hidroksiddir. Reaksiya tənliyini yazar. Reaksiya tənliyini yazsaq, bizdən nə istəyirdi buradan? Üstə məhlulunun. Natrium OH-lara alüminium idi. Alüminium xlor 3 üzərinə mən natrium OH-la təsir etsəm, nə alacam buradan? Alüminium hidroksid, bir dənə natrium xlor əmələ gələcək. Bura 3 yazıram, burada 3 yazdım. Əmsallaşdırdım. 30-cu sualda alüminium hidroksid parçalanacaq. Alüminium 2O3 plus su. Buradan 2, 1, 3 olacaq. Buradan bizə deyir ki, M-i tapar. Görürəm ki, nə qədər reaksiyaya girib? 31,2 qram alüminium hidroksid reaksiyaya girmişdir. Görürəm ki, bu 31,2 0,4 mol hidroksiddir. Bizdən M istəyir buradan. 20,4 qramda maddə əmələ gəlib. Yəni buradan 20,4 qramda alüminium 2O3-ün kütləsidir. 20,4 qram 1 mol 102 olduğundan bu deyilir 0,2 mol eləyəcək. 0,2 mol. Mən görürəm 2 mol alüminium hidroksid reaksiyaya girəndə 1 mol alüminium oksid əmələ gələcək. 0,4 mol 0,2 əmələ gəlib. Bizdən nə istəyirdi buradan? M istəyirdi. 0,2 gedibsə, buradan da baxıram. 2 ilə 3 əmələ gəldiyinə görə, buradan nə edəcəm onu? X-i tapmaq üçün də 0,6 elə. Deməli, 0,6 mol su əmələ gəlmişdir. 0,6 molda 1 mol 18 olduğundan eləyəcək 10,8 qram. Deməli, bizim M-imiz nə qədər oldu? M 10,8 qram elədi. Və X-in nisbi atom kütləsini bizdən istəyir. X-in nisbi atom kütləsi də bayaq bildik ki, yəni alüminium olduğundan nisbi atom kütləsi nə qədər eləyir? 27. Sınağın suallarımızın izahı bu qədər idi. Növbəti sual izahlarına görüşmək ümidi ilə kanalımıza abunə olmağı unutmayın. Hələlik.